Mavritaniya boşanmış qadın bazarına sahibdir. Bəli, düz eşitdiniz, dul qadınlar bazarı. Hər hansı bir səbəbdən həyat yoldaşlarından ayrılan qadınlar bu bazarlara gələrək özlərinə yeni qismət axtarırlar. Ölkədə boşanmış qadınların sayı çox olduğundan və internet vasitəsilə tanışlıq tətbiqləri burada geniş yayılmadığından evlənmək istəyənlər bazarlara gələrək özlərinə həyat yoldaşı tapmağa çalışırlar. Maraqlı məqam budur ki, Mavritaniyalı subay kişilər gənc qızlar əvəzinə boşanmış qadınlarla evlənməyə daha isti yanaşırlar. Çünki burada qadınlar bir növ ev işləri üçün daha bacarıqlı hesab olunur. Onlar düşünürlər ki, boşanmış qadınlar ev işlərini daha yaxşı idarə edə bilər və həyat yoldaşlarına daha yaxşı baxarlar. Həmçinin kişilər zəif qadınların bu çətin həyat şərtlərinə uyğunlaşa bilməyəcəyini və evlilikdən tez yorulacağını düşünürlər. Orta Şərqdəki müsəlman ölkələrindən fərqli olaraq, bərbər icmalarında qadınların boşanması sosial normalara zidd deyil və adi hal kimi qəbul edilir. Hətta boşanmış qadınlar bazarlarda ev əşyalarını və mebellərini sataraq bu ayrılığı bir gəlir mənbəyinə çevirməyə çalışırlar. Çünki Mavritaniyada boşanan qadınlara heç bir əmlak və ya təzminat verilmir. Bir qadın və kişi boşandıqda evdəki bütün əşyalar qadına qalır. Boşanmış qadın isə bazarlarda həm ev əşyalarını satır, həm də özünə həyat yoldaşı axtarır.